diye sevdinse ceza niye? Düştüm ben bu sevgiye bu bahar. Darıxdım diye sevdinse ceza niye? Düştüm ben bu sevgiye bu bahar. Cennetim sensen, hasretim sensen, kısmetim sensen bu bahar. Denizin sesi, sevgi nağmesi, İşkin hevesi bu bahar. Bu bahar, ben bir deli rüzgara bu bahar. Sevdim seni ben yaram sen varım. Seninle ayrılmaram bu bahar, bu bahar. Bu bahar, ben bir deli rüzgaram bu bahar. Sevdim seni ben yaram sen varım. Seninle ayrılmaram bu bahar, bu bahar. Ezer değmesin bize, nur dolsun kalbimize, yağ yağış sevgimize bu bahar. Ezer değmesin bize, nur dolsun kalbimize, yağ yağış sevgimize bu bahar. Cennetim sensen, hasretim sensen, kısmetim sensen bu bahar. Denizin sesi, sevgi nağmesi, İşkin hevesi bu bahar. Bu bahar, ben bir deli rüzgara bu bahar. Sevdim seni ben yaram sen varım. Seninle ayrılmaram bu bahar, bu bahar. Bu bahar, ben bir deli rüzgaram bu bahar. Sevdim seni ben yaram sen varım. Seninle ayrılmaram bu bahar, bu bahar. Damla, çox sağ olun bu gözəl ifanıza görə və bu həzin payız günündə bu bahar söylədi Damla bizə. Çox sağ olun bu maraqlı ifanıza görə. Əziz tamaşaçılarımız, hər vaxtınız xeyirli olsun. Qadın Dünyası efirdədir və bugün hər zaman olduğu kimi çox maraqlı bir mövzu ətrafında sizinlə bərabər söhbət edəcək. Qonaqlarımız da var studiyamızda. Bugünkü verilişimiz müəllimlər gününə həsr olunur və bilirsiniz ki, müəllim peşəsi ən müqəddəs peşələrdəndir. Əgər evdə bizə ana qayğı göstərirsə, ana tərbiyə verirsə, məktəbdə bizimlə günün çox vaxtını, çox saatlarını məhz müəllimimiz keçirir və məktəbdə bizə analıq edir müəllimimiz. İlk müəllimimiz xüsusilə heç vaxt yaddan çıxmır və mən əminəm ki, bax, bugünkü gündə siz də ekran qarşısında oturub hər biriniz öz ilk müəlliminizi, məktəbə qədəm qoyduğunuz ilk günləri mütləq xatırlayacaqsınız və bu şirin xatirələrə sizinlə bərabər biz yollanırıq qonaqlarımızla bərabər. Qonaqlarımız isə Gülnarə Gülməmmədovadır. Bakı Avropa Liseyinin ibtidai sinif müəllimi, əməkdar müəllim. Xoş gəlmişsiniz Gülnarə xanım. Şadıq sizi burada görməyimizə.
Fəxriyə xanım Xələfova bizim sevimlimiz, Respublikanın əməkdar incəsənət xadimi və bugün Fəxriyə xanımı biz bir başqa amplada təqdim edirik sizə, əziz tamaşaçılarımız. Mədəniyyət və İncəsənət Universitetinin dosenti, pedaqoq Fəxriyə xanım. Xoş gəlmişsiniz Fəxriyə xanım. Şadıq sizi görməyinizə. Və Fariz Xəlilov, bax Fariz bəy də müəllimdir, rəqqasdır, peşəkar rəqqasdır, tələbələri var. Bugün sizinlə bərabər ümumiyyətlə müəllimlikdən danışacağıq. Təbii ki, bu müqəddəs peşədən danışacağıq və düşünürəm ki, Gülnarə xanım, sizin təəssüratlarınızla başlasaq məqsədə uyğun olar. Uzun illərdir ki, pedaqoq kimi fəaliyyət göstərirsiniz. Çox sayılı tələbələriniz, şagirdləriniz var. Təbii ki, ünsiyyət qırılmır. Bu haqda bir qədər sonra danışacağıq. Müəllim sənəti müqəddəs sənətdir, müqəddəs peşədir. Müəllim nələr etməlidir? Bax, şagirdinin gözündə əl çatmaz olsun. Sizə minnətdaram ki, siz müəllim nüfuzunu belə yüksəklərə ucaltdınız. Həqiqətən müəllim ilahi elçidir. O öz ömrünü yanar şam kimi uşaqlara sərf edir, şagirdlərinə, öz pöhrələrinə sərf edir. Müəllim həqiqətən şərəflidir, çətindir, amma gözəl peşədir. Müəllim ən qiymətli kapital olan insanla işləyir. O heç bir səhvə yol verə bilməz. Müəllim eyni zamanda müəllimlik məsuliyyətli bir işdir. Məsuliyyətlidir ona görə ki, o bu uşaqlara valideynlər qarşısında cavabdehdir. Onların cəmiyyət üçün formalaşmasında, onların ağıllı, mənəvi əxlaqı, sonra onların necə deyim sizə, yararlı, vətəni üçün xeyirli, vətəni üçün lazımlı, gərəkli bir şəxsiyyət kimi böyüməsində, bəli, müəllimlərin rolu böyükdür. İndiki cavan müəllimlər də bunun öhdəsindən çox asanlıqla, mərdliklə demək olar, çalışırlar. Hər bir şeyi, hər bir işin öhdəsindən çox bacarıqla gəlirlər. Çünki bilirsiniz, hətta Həsən bəy Zərdabi demişdir ki, əgər məndən soruşsalar ki, ən gözəl peşə hansıdır? İftixarla deyərəm ki, müəllimlik. Təbii. Həqiqətən insanlar ilk öncə, onlar ilk dəfə məktəbə, 1-ci sinifə qədəm qoyduğu anları, o günləri yada salırlar. Çünki o anlarda onlar öz sevimli insanla, onların əllərinə qələm tutmağı öyrətmiş, vətəni, ananı sevməyi öyrədən bir insanla təmasda olurlar və o anlar heç vaxt heç kəsin yadından çıxmır. Hər bir kəs həmişə ancaq o illəri, 1-ci sinifə ilk dəfə getdiyi günləri xatırlayır. Mən neçə illərdir Avropa liseyində çalışıram, neçə buraxılışlarım olub, artıq indi 2-ci siniflə çalışıram. Bu uşaqlar 6-cı buraxılışım sayılacaq. Biz də analarla bahəm, onların evladları üçün, onların hər bir qayğılarını çəkir, onların nazları ilə oynayır, onların dərs deməklə bahəm, yenə də deyirəm, biz onlara təlim və tərbiyə veririk və həmçinin bir ana kimi, onların məktəb anası kimi onların qayğısına qalırıq. Tamamilə doğrudur, tamamilə doğrudur. Fəxriyə xanım, siz isə Mədəniyyət və İncəsənət Universitetində tələbələrinizlə ünsiyyətdə olursunuz. Bu artıq onların ömürlərinin bir başqa səhifəsidir. Amma yenə də pedaqoq kimi, yəni siz onlarla ünsiyyətdə olursunuz. Təəssüratlarınız necədir? Tələbələriniz necə qarşılayır siz auditoriyaya daxil olanda? Çünki çox pozitiv bir insansınız. Təbii ki, mən müəllim həmkarlarımızı ürəkdən təbrik eləyirəm və düşünürəm ki, bax, müəllim günü bu bayram, düşünürəm ki, həm müəllimlər üçün, həm valideynlər üçün, həm uşaqlar üçün çox vacib bir gündür. Müəllim çox vacib bir missiyadır. Mən də bilirsiniz, artıq 10 ildir müəllimlik fəaliyyətimi icra eləyirəm və belə bir fikrə gələndə həm də ki, bu iki tərəfli oldu. Həm Mədəniyyət İncəsənət Universitetində 10 il əvvəl moda fakültəsi yarandı və mən də hər zaman fikirləşirdim ki, bu peşənin inkişafı üçün, gənc kadrların yetişməsi üçün mənim topladığım bilgilər, bacarıqlar, təcrübəmdən bölüşmək çox yaxşı olar. Və bu təklif gələndə mən onu dərhal qəbul etdim və 10 ildə artıq mən dərs deyirəm və təbii ki, bir mərhələ keçəndən sonra 10 illik fəaliyyətimin nəticəsində də
dosent adına layiq görüldüm. Bu diplomu mən əlimə alanda mən çox böyük qürur hissi duydum. Ona görə ki, bilirsiniz, çox diplomlarım var. Mən həm Bakı Dövlət Universitetini bitirmişəm, həm Milli Elmlər Akademiyasının aspirantura mərhələsini keçmişəm, həm Türkiyədə moda və dizayn istiqamətində oxumuşam. Həm də ki, 10 il keçəndən sonra yenidən bir diploma layiq görülmək bu çox şərəfli idi mənim üçün. Və bilirsiniz, müəllim olan insanlar mən müxtəlif situasiyalarda hərdən görürsünüz ki, dərhal bunu ifadə edirəm. Deyirəm, siz bilirsiniz, axı mən müəlliməyəm, mən başqa cür situasiyanı araşdıra bilərəm, qiymətləndirə, təhlil eləyə bilərəm. Və gənclərə gəldikdə, bilirsiniz, gənclik elə bir zamandır ki, orada həm valideynlər tərəfindən, həm müəllimlər tərəfindən, həm onların ətraf mühiti tərəfindən bir çox informasiya gəlir, bir çox meyarlar ortaya çıxır. Və gənc neynəsin? O gərək bütün bu situasiya adaptasiya olmalıdır, düzgün istiqamət tapa bilməlidir, o meyarları düzgün dərk eləməlidir və burada müəllimin rolu çox böyükdür. Mən auditoriyaya daxil oluram və görürəm ki, bugün siz də bunu təsdiqləyərsiniz. Bugün bəlkə bu hansısa bir şagirdin əhval-ruhiyyəsi yoxdur, nəsə baş veribdir onun həyatında. Bəlkə hər hansı bir informasiya onu haradasa həyəcanlandırıbdır, bəlkə biraz yuxusuzdur, bəlkə biraz yorğundur. Onda dərhal hiss eləyirəm ki, bəlkə bax bu an bu şagirdə dəstək lazımdır, mənəvi dəstək lazımdır, psixoloji dəstək lazımdır. Amma elə də olur ki, görürsən ki, elə bir şagirdlə rastlaşırsan ki, o elmə, biliyə sahib olmağa can atır. Necə can atır? Onda təbii ki, hər müəllimin sevincidir belə bir şagirdləri görmək və son illər mən çox sevindirici haldır ki, gənclərdə çox böyük dəyişiklikləri mən hiss edirəm. Onlar dərk eləyirlər artıq ki, oxumaq prosesini çox mükəmməl həyata keçirtmək lazımdır. Gerçəkdən də oxumaq lazımdır. Yəni, hansı mənada? Bütün biliklərə sahib olmaq lazımdır. Artıq bilirsiniz, indiki zəmanənin meyarları ki, hər yerdə peşəkarlıq tələb olunur. Hər hansısa bir gələcəkdə iş yerlərinə sahib olmaq üçün müxtəlif testlərdən keçmək lazımdır. Müxtəlif sınaqlardan keçmək lazımdır. Bu artıq çox gözəl nəticəyə gətirib çıxartdı ki, çox gözəl gənc mütəxəssislər yetişir. Bu sevindiricidir, bu sevindiricidir. Və mən sizin tələbələrinizə buradan üst tutub söyləmək istəyərdim ki, sizin çox gözəl şansınız var ki, Fəxriyə xanım kimi sizin müəlliminiz var. Odur ki, Fəxriyə xanımın biliklərindən bəhrələnin, tələbələrini çağırıram ki, onun dərslərini çox diqqətlə dinləyin, izləyin. Çünki Fəxriyə xanım Azərbaycan modasında öz sözünü demiş modelyerlərimizdəndir və hələ də bundan sonra da inşallah deyəcək. Biz hər zaman Fəxriyə xanımdan yeniliklər gözləyirik. Və Fariz bəy, siz 24 saylı Yasamal rayonunda yerləşən Uşaq Yaradıcılıq Mərkəzində müəllim kimi fəaliyyət göstərirsiniz. Sizin sahəniz bir qədər fərqlənir bizim müəllimlərimizin sayəsindən, yaradıcılıqla doludur. Yəni ki, Fəxriyə xanımda da yaradıcılıq var, amma sizdə emosional yaradıcılıqdır. Bax, bura tələbələri, şagirdləri adətən valideynlər gətirirlər ki, bəlkə də yoğun bir dərs qrafikindən sonra onlar bir qədər dincəlsinlər, istirahət etsinlər və bir qədər hobbi kimi məşğul olanlar var. Lakin peşəkar rəqqaslar da sözsüz ki, yəqin ki, olacaq inşallah sizdə, tələbələriniz sırasında. Müəllimlər gülü ilə müəllimlərimizi təbrik edirəm. Valideynlərin əksəriyyəti uşaqlarını gətirir bu şərtlə ki, dərsdən gəlib, biraz enerjili uşaqdır, bunun enerjisini gəlsin burada qoysun. Sonra, amma səhnəyə baxanda uşaqlarımız çox fərqlidirlər. Xarici ölkələrə, festivallara aparıq uşaqlarımızı, Türkiyəyə, Fransaya, bu yaxın dövlətlər, Gürcüstana. İnkişafımız həddindən artıq çox irəliləyib, bizim bu uşaqlarla bağlı çox meyilli olublar. Biz də başlayıq uşaqlara bu məsləhəti verməyə ki, birinci elmdir. Elmdir, elmlə məşğul olmaq lazımdır. Birinci dərslərimizdir, qiymətlərimiz güclü olsun deyənə, sonra ikinci baxımdan rəqsimizi davam elətdirərik. Təbii ki, amma elə evladlar da var ki, elə şagirdləriniz də sözsüz ki, olacaq ki,
onlar öz taleylərini səhnə ilə bağlayacaqlar. Bax, bu da istisna deyil təbii ki. Və Damla, sənin də yəqin ki, xoş xatirələrin var. Ümumiyyətlə, məktəb illərinlə bağlı bir qədər təəssüratlarını bizimlə bölüşərdi. Mən yalnız bunu deyə bilərəm ki, doğrudan da müəllim eyni zamanda böyük bir tərbiyəçidir. Yəni, müəllim evdən gəlmiş istənilən bir şagirdi psixoloji tərəfdən, istər mənəvi tərəfdən həqiqətən də dəyişə bilər, yönləndirə bilər. Bugünkü gündə də hər birimizin cəmiyyətdə müsbət rol oynamağımızda, öz mövqeyimizi tutmağımızda əlbəttə ki, müəllimlərimizin əziyyəti danılmazdır. Çünki bugünkü gündə söz danışırıqsa, hərəkət ediriksə, məktəb vaxtından öyrəndiyimiz çox şeylər bizim beynimizə ki olub. Sona müəllimi olub mənim ilk əlimdən qələmi tutan müəlliməm. İndiyənə qədər də hələ mən bu yaşıma çatmışam, onun bəzi sözləri mənim qulağımda sırğa kimi asılıb. Çünki doğrudan da bir müəllim olaraq şagird yetişdirmək, cəmiyyətə faydalı bir insan ortalığa çıxartmaq, bu həqiqətən də böyük məsuliyyət, böyük insandan istedad tələb edir. Yəni, bunu bacaran müəllimlərimizə eşq olsun deyirəm, həqiqətən də. Düşünürəm ki, ifanız da elə sözləriniz qədər gözəl səslənəcək. Bugün təqvimə baxdım yenə, gün həmin gündür, sən yoxsan niyə? Darıxdım sənin üçün, səni özlədim deyə. Eşq dediyini ürəyimdən siləməsən, mən necə sevdiyimi sən belə biləməsən. Eşq dediyini ürəyimdən siləməsən, mən necə sevdiyimi sən belə biləməsən. Soyuq küləklər əsdi, dər çəkdim daha bəsdi. Kimlər yolumu kəsdi, sənsizəm, sənsizəm. Yenə duyğular coşdu, sanma ürəyim boşdu. Mənə belə də xoşdu, sənsizəm, sənsizəm. Boş vermişəm, çox sevmişəm, yar necə bilməmişəm, mən səni istəmişəm. Umurumda deyil, boş vermişəm, çox sevmişəm, yar necə bilməmişəm, mən səni istəmişəm. Soyuq küləklər əsdi, dər çəkdim daha bəsdi. Kimlər yolum kəsdi, sənsizəm, sənsizəm. Yenə duyğular coşdu, sanma ürəyim boşdu. Mənə belə də xoşdu, sənsizəm, sənsizəm. O xəyalları, rüyaları unutmuşam, sən verdiyin gülləri, çiçəklər qurutmuşam. O xəyalları, rüyaları unutmuşam, sən verdiyin gülləri, çiçəklər qurutmuşam. Soyuq küləklər əsdi, dər çəkdim daha bəsdi. Kimlər yolum kəsdi, sənsizəm, sənsizəm. Yenə duyğular coşdu, sanma ürəyim boşdu. Mənə belə də xoşdu, sənsizəm, sənsizəm. Təşəkkür edirik, çox sağ olun bu pozitiv enerji dolu ifanıza görə. Geyimimiz, hüququmuz biridir, şagirdidir hamımızın adı da. Elə bil ki boyumuzda eynidir, aman Allah nə xoşbəxtdik biz onda.
5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür. Ölkəmizdə Beynəlxalq Müəllimlər Günü 1993-cü ildən qeyd edilməyə başlanıb. Azərbaycanın böyük müəllim ordusu var və onlar respublikamızın intellektual potensialının gücləndirilməsi yolunda yorulmadan fəaliyyət göstərirlər. Həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin əvəzsiz rolunu nəzərə alsaq, onların hər birimizin üzərində sözlə ifadə olunmayacaq dərəcədə böyük zəhməti və ölçüyə gəlməz xidmətləri var. Cəmiyyətimizdə müəllim peşəsi həmişə şərəfli peşələrdən biri olub. Müəllim peşəsi şərəfli olmaqla yanaşı, həm də məsuliyyətli, çətin və mürəkkəb işdir. Görkəmli alim Nəsrəddin Tusi Əxlaq-ı Nasirə əsərində müəllim peşəsinə verdiyi önəmi belə ifadə edirdi. Varlıqları ən aşağı dərəcədən, kainatın ən şərəfli mərtəbəsinə qaldıran sənətdən daha şərəfli nə ola bilər? Bütün müəllimləri öz kollektivimiz başda olmaqla Müəllimlər Günü münasibətilə təbrik edirəm. Hamıya bu çətin və məsuliyyətli işdə səbir, can sağlığı və müvəffəqiyyətlər arzu edirəm. Hər bir valideyn məktəb yaşına çatmış övladını müəllimə etibar edir. Gənc nəslin müstəqil həyata hazırlanması, onun dünya görüşünün formalaşması, gələcəkdə hansısa bir sahədə mütəxəssis kimi yetişməsi orta məktəb illərindən başlanır. Bütün müəllimələri təbrik edirəm və öz sinif rəhbərimi də Sabina müəllimi təbrik edirəm. Biz sizi çox sevirik. Müəllimlər Günü münasibəti ilə müəllimim, Solmaz müəlliməni, bütün müəllimləri, Bibim Şəvlər müəlliməni təbrik edirəm. Bütün müəllimələrimi təbrik edirəm. Bu gün hər birimiz məktəb illərini xoş xatirə kimi anırıq. Bu xatirələrdə ən əziz yeri əlbəttə ki, bizə sevgi və qayğı ilə qələm tutmağı, yazmağı, oxumağı öyrədən müəllim tutur. İstər orta, istərsə də ali məktəbdə bizə savad verən, elmə, təhsilə sevgi oyadan, öz həyatlarını xalqın gələcəyinə həsr edən müəllimləri Əlamətlər Gün münasibəti ilə təbrik edir, onlara çətin və şərəfli işlərində uğurlar arzulayırıq. Peşə seçimi barədə sizinlə yəqin ki, birinci sinifə gələn uşaqlar. Ümumiyyətlə, bu barədə fikir mübadiləsi olurmu? Sözsüz ki, yəqin ki, olur. Əlbəttə ki, olur, əlbəttə ki. Bəzən bir də görürsən sinifdə uşaqlar, ən çox da qızlar, oturub söhbət edirlər və biri-birlərinə neysə danışırlar. Görürəm, baxıram, necə mən danışıram, mən necə söhbət edirəm, onlara necə dərs keçirəm. Baxıram, görürəm, mənim elə bil ki, obrazım təkrarlanır. Bəli. Bir də baxıram, qızlarım oturublar, deyirəm, siz nə edirsiniz? Müəllimə, biz də müəllim olacaq gələcəkdə, biz də dərs deyəcəyik, biz də onlara hər şeyi öyrədəcəyik. Bəli, peşə, amma gələcəkdə sonra yuxarı siniflərdə onların fikirlərinin dəyişməyi, o artıq bizə necə deyim, sizdən asılı deyil. Bizdən asılı deyil. Həyatdır, Onlar öz zamanı, həyatdır, zamandır, sevdiyi fənlər olur. Axı ibtidai sinifdə onlar çox az fənlərlə rastlaşırlar. Bir də sizə deyim ki, bu irsən də ola bilər. Bir də görsən, həkim nəsə elə istəyir ki, o da həkim olsun. Müəllim ailəsi müəllimliyi davam etdirmək istəyir. Ancaq ki, yenə də deyirəm, bu uşaqların öz ixtiyarına buraxılır. Seçimləri. Başa salmaq lazımdır ki, məktəb sənə elm, bilik və eyni zamanda şəxsiyyət kimi bir insan kimi yetişməyinə kömək edəcək. Müəllim də öz şagirdinlə dost və onunla sirdaş olmalıdır. Məndə kiçik siniflərdir. Buna baxmayaraq, o uşaqlar yuxarı sinifə qalxanda yenə səmimi, mehribanlıqla görüşürlər. Bəzi, necə deyirlər, onlara örnək oluram. Bəzi uşaqlardan, kimlərdənsə danışıram, onlara kömək oluram, tövsiyələrimi əsirgəmirəm, məsləhətlərimi əsirgəmirəm. Çox sağ olsunlar ki, onlar da məni yaddan çıxarmırlar, mən də onları. Təbii ki, və Fariz bəy, sizə də şagirdlər müraciət edəndə yaşları az olur. Çünki rəqs elə bir sahədir ki, nə qədər az yaşından başlasan, bir o qədər yaxşı olar. Bəli. Sizin özünüzü bəs səhnədə görəndə şagirdləriniz necə bir reaksiya verirlər, necə münasibət göstərirlər? Özüm dəfələrlə bunun şahidi olmuşam ki, məktəbə gələndə, musiqi məktəbinə, elə vaxt olur ki, uşaqlar məni görmür, mən gələm. Biri-birlərini bəhs edirlər ki, mən Fariz müəllimi
filan konsertdə gördüm, filan tədbirdə gördüm. Həm özümə də ruhan xoş gəlir. Tələbə izləyib, bir fəxrlə deyir ki, Fariz müəllim mənim müəllimimdir. Hansı bir tələbəm gözəl çıxış eləyəndə özümə də ruhan xoş gəlir ki, Bəli, yəni uşaqlar bizim davamçılarımızdır. Hal-hazırda sizin o gözəl şagirdlərinizə nümayiş etdiyiniz peşəkar rəqslərdən birini siz özünüz ifa edəcəksiniz burada. Və mən əminəm ki, şagirdləriniz bir daha sizi izləyib zövq alacaqlar və özləri üçün bir dərs götürəcəklər. Bax, bu ifadan, bu rəqsdən sonra. Buyurun. Rəqs idi. Təşəkkür edirik Fariz bəy sizin bu enerji dolu rəqsinizə görə və qonşu qız mahnısını seçmişsiniz. Şagirdlərinizlə necə seçirsiniz musiqiləri? Hansı rəqsi ifa edəcəklər? Hansı musiqi sədaları altında çıxış edəcəklər? Tələbələrin həmişə üstünlük vermiş yollara Azərbaycan xalq rəqsləri, Tofiq Quliyevin bəstələdiyi musiqilərdir. Sonra bizdə Hüzeyr Hacıbəyevin əsərindən var musiqilərimiz var. Qarabağ rəqsimiz var, yallı rəqsimiz var. Bunlardan istifadə edirik tələbələrlə. Çox gözəl. Yaradıcı insan hər bir sahədə yaradıcıdır. Elə Fəxriyə xanım, siz ümumiyyətlə moda sahəsində yaradıcısınız, pedaqoq kimi gözəl fəaliyyət göstərirsiniz və bir məsələni vurğulamaq istəyirəm. Sizin uzun illər öncə modelyerliyə həvəsiniz olub. Lakin bizim ölkəmizdə çox təəssüf olsun ki, o vaxtlar bu fakültə olmayıb. Amma indi görün, necə gözəl bir zamanədə yaşayırıq ki, sizin kimi peşəkar modelyer bugün dərs deyir, tələbələriniz var və artıq modelyerliyə həvəsi olan gənc qızlarımız, oğlanlarımız bu peşəyə yüksək səviyyədə nail ola bilərlər, öyrənə bilərlər sizin sayənizdə. Bəli, bu da çox maraqlı bir proses idi ki, tutalım ki, mən məktəbdə oxuyanda o zamanlar mən deyəndə ki, mən modelyer olacağım. Bilirsiniz, çox vaxtı susurdular, şərh eləmirdilər mənim bu istəyimi və gələcək planlarımı. Ona görə ki, o peşə ümumiyyətcə yox idi. Və təbii ki, bu biz Azərbaycan müstəqilliyi qazandan sonra, yəni artıq müasir zamanəmizdə nəinki bu peşə, mən fikirləşirəm ki, bir çox peşələr və bir çox istiqamətlər inkişaf elədi və bu çox gözəl faktdır. Ona görə ki, bizim öz mütəxəssislərimiz olmalıdır. Bu sahədə mütəxəssislərin yetişməsi və bugünkü nailiyyətlər mənim artıq tələbələrim
bugün teatrlarda teatr rəssamlarıdırlar. Müxtəlif beynəlxalq müsabiqələrin laureatlarıdır. Moda evlərin sahibləridir, sahibələridirlər gənc yaşlarında. Və siz də onlarla fəxr edirsiniz. Və onlar inanın ki, hamısı mənə deyiblər ki, hər hansısa mərhələdə televiziya vasitəsilə hər hansısa bir tədbiri görüblər, mənim moda nümayişimi görüblər, çıxışımı görüblər və bu qərara gəliblər. Və valideynlər də onları dəstəkləyiblər. Amma bir maraqlı fakt var ki, mən lap gənc yaşlarımdan, hələ o zamanlar modelyer olmağıma baxmayaraq, yenə də müəllim istiqamətini seçdim və özümə çox vacib bilirəm. Ona görə ki, mənim də ailəmdə həm mənim anam, həm bacım ikisi də müəllimlik fəaliyyəti ilə məşğuldular. Və müəllimlik mənim üçün o qədər doğmadır ki, mən nə qədər də çalışsam, bu mənim qəlbimdə olduğuna görə mən bu istiqamətə üstünlük verdim. Əslində, bugün mənim üçün müəllimlik çox vacibdir. Bugün müasir peşələrin inkişafında gənc müəllimlərin artıq rolu çox böyük olacaqdır. Televiziyanın, medianın rolu çox vacibdir ki, hər hansısa bir istiqamətləri təbliğ eləmək, onlar haqqında söhbət açmaq, danışmaq və ümumiyyətcə bugünkü verilişin özü də mən üçün çox vacibdir. Mən təşəkkür edirəm yenə də Qadın Dünyası komandasına ki, ictimai kanala ki, bax bugün müəllimlərdən danışır. Müəllim peşəsindən danışır, nəticələrdən danışır. Damla, hal-hazırda sənin ifan səslənəcək. Böyük məmnuniyyətlə ifa edəcəm. Təşəkkür edirəm. Çare yok, kalp yanıp, derdi çok, peşmanım, söyleme, yoktu yok geriye. Ben demiştim ahı, etme gel günahı, mezlumun bir ahı, yandılar seni, aldın hem canımı, içtin sen kanımı, boş kalan yanıma bak, tutup biri. Beni unut, sevme, sevgimi hissetme, içimi titretme, git. Bu acılar yetti, bana neler etti, sonu gelip bitti, git. Beni unut, sevme, sevgimi hissetme, içimi titretme, git. Bu acılar yetti, bana neler etti, sonu gelip bitti, git. Ağlama, çare yok, kalp yanıp, derdi çok, peşmanım, söyleme, yoktu yok geriye. Ben demiştim ahı, etme gel günahı, mezlumun bir ahı, yandılar seni, aldın hem canımı, içtin sen kanımı, boş kalan yanıma bak, tutup biri. Beni unut, sevme, sevgimi hissetme, içimi titretme, git. Bu acılar yetti, bana neler etti, sonu gelip bitti, git. Beni unut, sevme, sevgimi
Bravo. Təşəkkür edirik. Çox sağ olun bu gözəl ifanıza görə və təşəkkür edirəm, düşünürəm çox ki, sağ olun. əgər müəllimlikdən danışırıqsa, müəllim həm də psixoloqdur. Gülnarə xanım, bax siz bayaq vurğuladınız ki, uşaqlar birinci sinifə gələndə bir də görürsünüz istəmirlər, çoxları ağlayırlar, həyəcan keçirirlər. Müəllim necə ram edir? Bax, həmin uşaqları bir də görürsən ki, bir 5 dəqiqənin, 10 dəqiqənin içərisində həmin uşaq artıq tamamilə öz abu-havasını dəyişir və çox pozitiv, gülərüz bir uşaq kimi daxil olur sinifə və dərslərinə artıq başlayır. Biz müəllimlər o qədər təmkinli, o qədər səbirli olmalıyıq ki, bəli, bunu ram edə bilək. O başa düşsün ki, o bura öz evinə gəlir. Təbii ki. Bəli. Təbii ki, buna görə də sizə minnətdarıq ki, bax Çox bu sağ olun. evladları o gərginliyini həmin gün Bəli, müəllimlər siz dəf həm edə yaradıcı bilirsiniz. olurlar, həm necə deyim, hər cür qabiliyyətə malikdirlər. Mənim dərs dediyim, işlədiyim Avropa liseyində başda bizim direktorumuz, elmi rəhbərimiz Zülfiyə xanım Veysova olmaqla bütün müəllimlərimiz, elə tərbiyə işləri üzrə direktor müavinləri, Aygün xanımlar, İki Aygün xanım, müəllimlərimiz hamı yaradıcı, həm uşaqlarla işləyir, həm işdə öz lisey üçün çalışır, eyni zamanda da uşaqlar üçün öz bacarıqlarını əsirgəmirlər. Fariz bəy, siz necə psixoloji ünsiyyət qurursunuz bax uşaqlarla? Bizdə- Elə uşaqlar varmı ki, rəqslə məşğul olmaq istəmirlər, amma valideyni istəyir? Valideyn var, rəqsdən xoşu gəlir, uşaq xoşlayır şahmatı və yaxud hansı idman növünü valideyn məcburən gətirir ki, rəqs eləsin. Sonra valideynlərə məsləhət görürük ki, uşaqlarımızı öz sahələrinə uyğun yönəldir. Səhnədən qabaq, konsertdən qabaq, efirdən qabaq, rəqsdən, məşqdən qabaq psixoloji durumdan təlim keçirir yollarla ki, birinci rəqs nədir? Birinci orta məktəbdə dərsindir, təhsilindir, evdə valideynin sözüdür. Sonra həmçinin mən bir ara belə bir şeylə də məşğul oldum məşqdə. Uşaq məşqə gələndə gündəliyini tələb edirdim ondan, gətirsin. O qiymətə əsasən mən başlayırdım onları yönəldməyə. Valideynlərə də xoş gəlmişdi. Səhnəyə çıxmaq çox çətindir. Nəyə görə söyləyirəm? Mən də öz müəllimlərimə təbii ki, minnətdaram ki, uşaqlıqdan bunu mənə də aşılayıblar. Musiqi məktəbindən artıq bizə söyləyirdilər ki, səhnəyə çıxdınızsa çalışın auditoriyaya dönüb baxmayasınız. Fortepianonun arxasında ifa etdiyiniz zaman çalışın ki, sizi kim dinləyir? Orada direktorlar əyləşiblər, müəllimlər əyləşiblər. Çalışın ki, ora ümumiyyətlə baxmayın. Və bu da bizi psixoloji o qədər gözəl hazırladı ki, biz böyüyə-böyüyə artıq Bakı Musiqi Akademiyasında tələbə olduğum zaman və o boyda, o geniş auditoriyada, geniş zalda bizim imtahanlarımız keçirdi və doğrudan da xalqımızın ən seçilən, ən sevilən sənətkarları bizim imtahanlarımızı qəbul edirdilər. Başda professorumuz Fərhad müəllim Bədəlbəyli olmaqla və onun qarşısında çıxış etmək və bir qədər həyəcan keçirməmək mümkün deyildi təbii ki. Amma mən də öz müəllimlərimə minnətdaram ki, uşaqlıqdan mənə də bax belə psixoloji hazırlıq keçirdilər və biz o səhnəyə çıxırdıq. O səhnəyə fəth eləməyi bacarırdıq. Daha sonra kamera qarşısına çıxırıq və aparıcılıq da əslində səhnədir. Bəli, aparıcılıq çox... Podiumda səhnədir. Çox spesifik bir mən deyərdim istiqamətdir və mən düşünürəm ki, bugün də artıq peşələrin içərisində mən televiziya aparıcısı olacağam. Belə bir istəklər və meyillər gənclər arasında çoxdur, həddindən artıq çoxdur. Son zamanlarda çoxdur. Əvvəl məsələn üçün belə deyirdi. Onlara elə gələrdi ki, bu çox xüsusi və seçilmiş insanların arasında seçim gedir və sonra hər hansısa bir fərd aparıcı ola bilər. Amma bugün çox böyük meyil var buna ki, gənclər düşünürlər ki, aparıcı olmaq asandır, əslində elə deyil. Elə deyil, çox çətin bir peşə. Çox çətindir və mən müxtəlif layihələrdə oluram, müsif kimi gəlirlər iştirak eləməyə, namizəd olmağa və bilirsiniz mən nəylə qarşılaşdım, bu haqda da danışmaq lazımdır. Sanki hər hansısa bir peşə çox gənclər üçün hərdən çox asan gəlir ki, hər hansısa bir peşəyə yiyələnmək, elə bir mərhələdən keçib bir konkursda iştirak eləmək bu qədər yetərlidir. Amma yox, illər lazımdır, təcrübə lazımdır və mütləq valideyn verdikləri təlim, tərbiyə ilə paralel olaraq müəllimlərdən, yəni ki, təhsil ocaqlarından aldığı bilgilərlə paralel olaraq hər fərd özü də yetişdirməlidir. Burada geyimin də çox böyük rolü var,
necə özü təqdim eləyəcəksən, necə bir obraz yaradacaqsan, necə bir ictimai bir təqdimatını hazırlayacaqsan. Ona görə ki, bugünkü gündə geyim informasiya daşıyıcısıdır. Hər zaman peşəkarlığa, yüksək səviyyədə peşəkarlığa üstünlük vermək lazımdır. Peşəkar olmaq bu sözün öz elə mənası da, bu sözün mahiyyəti də odur ki, hər zaman təməl olmalıdır. Yüksək səviyyədə təhsil olmalıdır, təməl olmalıdır və ancaq hər zaman inkişafa meyilli olmalıdır. İnsan bir cümlədə sizə müdaxilə edeyim sizə. Siz aparıcılıqdan danışırsınız. Mən dərsdə Azərbaycan dili dərsindən uşaqlara ifadəli oxu verəndə bir mətni. Həmişə onlara deyirəm, aparıcı kimi oxuyun. Həqiqətən də onlar kitabla gəlirlər lövhənin qarşısına. Kitab hər cümlədən bir istəyirlər tez-tez başlarına gözlərini qaldırsınlar. Auditoriya qarşısındadır, kamera qarşısındadır. Mən aparıcılığı indidən onlara aşılayıram. Yəni, həmkarlarınız yetişir. Ümumiyyətlə, peşəkarlıq da zəhmət tələb edir. Peşəkar olmaq üçün zəhmətkeş olmaq lazımdır və Fəxriyə xanım, siz də hər zaman zəhmətkeşsiniz. Bax, buna görə də düşünürəm ki, bugün bu nailiyyətləriniz var. Növbəti geyim kolleksiyaları üzərində çalışırsınız və hətta son zamanlar artıq parfümlərə də üst tutmuşsunuz və bugün də hər zaman olduğu kimi bizim qonaqlarımızı sevindirəcəksiniz öz parfümlərinizlə, ətirlərinizlə, yeni ətirlərinizlə. Bəli, mən bugün müəllim günündə bizim gözəl müəllimlərimizə bu efir vasitəsilə həm də Damla sizə, həm də sizə bax ətirlərimi bugün təqdim eləyəcəm və onu da qeyd eləmək istəyirəm ki, müəllimlər üçün bir aksiyam mövcuddur. Müəllimlər üçün ətirlərim 50% endirimlə təqdim olunur. Mən bax bu aksiyanı da öz ətir şirkətim tərəfindən təqdim eləyirəm və bu mənim üçün vacibdir. Mən hiss eləyirəm ki, bilirsiniz, ətir elə bir amildir ki, siz bunu təsdiqləyərsiniz. O əlavə və müsbət əhval-ruhiyyə yaradır və müəllimlər üçün bax mənim yaratdığım çox təravətli, yüngül, günü xoş keçirtmək üçün hardasa orada bir xüsusi notlar var. O ətirlər onların bax bu çətin peşəsini hardasa biraz rəngləndirər, əhval-ruhiyyələndirər və mən çox böyük məmnuniyyətlə bilmək bəxş edər bizə. Xüsusən də Fəxriyə xanımın ətirləri. Fəxriyə xanım, buyurun. Bəli, sevə-sevə qəbul edərik və sevə-sevə istifadə edərik. Tamaşaçılarımız bugün də hər zaman olduğu kimi çox maraqlı və gözəl bir mövzuya müraciət etdik. Bugün müəllimlər gününü qeyd etdik sizinlə bərabər, studiyamızın qonaqları ilə bərabər. Müəllimlik şərəfli bir peşədir və düşünürəm ki, Azərbaycan cəmiyyətində müəllimə, ziyalıya hər zaman hörmət, izzət olacaq. Odur ki, necə ki, evdə ananızı sevirsiniz, onun nəvazişini çox gözəl qəbul edirsiniz. Məktəbdə də çalışın ki, öz müəllimlərinizi sevəsiniz. Çünki məktəb illəri ömrün həqiqətən də ən şirin, ən gözəl illəridir və məktəb illərində bizim qayğımızı çəkən, tələbələr illərində bizim qayğımızı çəkən müəllimlərimizə buradan minnətdarlığımızı bildiririk. Yaşasın bizim müəllimlərimiz, sağ olun, var olun və əziyyətiniz yerdə qalmasın. Hər zaman öz şagirdlərinizlə, tələbələrinizlə fəxr edəsiniz. Bir daha bayramınız mübarək olsun, əziz müəllimlər. Cür sabah yine senden yoktu sonra, senden sonra hayata yoktu maraq. Bu ne cür yaşamak, bu kalbime sevgi yasak. Her şey oldu paramparça yamak. Bak derdime bak, yüzü güler o gözleri benden uzak. Her an sığal çekip əzizləyən sən inan. Elə getdi ömür, dünyam səndə dönür. İnan
sığal çəkib əzizləyən sənsən inan. Yine getdi ömür, dünyam sənə dönür. İnan yerin görünür, sən varsansa mən də varım. Ah ürəyim döyünür, aşkar görünür. Qəlbim üzülür, vallah səndən qopan varım. Yine getdi ömür,